Salam hər kəsə. 5-ci dərs videosuna xoş gəlmisiniz. Bu dərsimizdə kəsr ədədlər üzərində əməllərə baxacağıq. Yəni onların toplanması, çıxılması, vurulması və bölünməsinə. İndi əvvəla biz demişdik ki, kəsr ədədlər iki yerə ayrılır: adi və onluq kəsrlərə. Onda əvvəlcə adi kəsrlərə baxaq, sonra onluq kəsrlərə keçid edərik. Adi kəsrlərin toplanması və çıxılması. İndi iki cür hal var. Bir, məxrəclər bərabər olduqda, bir də fərqli olduqda. Birincisi, əgər kəsrin məxrəcləri bərabərdirsə, bu zaman məxrəc olduğu kimi qalır, surətlər toplanılır və ya çıxmazsa çıxılır. Bir nümunə üzərində göstərək. 7-də 3 ilə 7-də 1 topladıqda əvvəla nəzarət yetirməliyik bunların məxrəcinə. Görürük ki, bunların hər ikisinin məxrəci də bir-birinə nədir? Bərabərdir. Çünki hər ikisi də 7-dir. Demək ki, nə etməliyik? Elə məxrəci olduğu kimi yazmalıyıq və surətlər də toplama işarəsi olduğu üçün toplamalıyıq. 3 üstə gəlinsin 1. Bu qədər sadə. Cavabımız nədir? 7-də 4. Və ya bir başqa məsəl göstərsək, bu olsun. 5-də 3 üstə gəlinsin 5-də 1. Bu da nə edəcək? Elə surət eyni ədədlər oldu. Məxrəcimiz 5-dir, çünki hər ikisinin məxrəci 5 və bir-birinə bərabərdir. Surətimizdə nədir? 3 üstə gəlinsin 1. Bərabərdir 5-də 4. Bu qədər sadə. Bəs məxrəclər fərqli olsa nə olacaq? Əgər kəsrin məxrəcləri fərqlidirsə, bu zaman iki dənə ardıcıllıqla gedəcəyik. Birincisi, bu məxrəclərin əkobunu tapılıb məxrəci yazacağıq. Sonradan əkobu məxrəclərə bölüb, surətlərinə vurub toplayırıq. Birinci mərhələmizə edək, bunların əkobunu tapaq və nəticəmizdəki məxrəcə yazaq. 8-in 12-nin əkobu, biz keçən dərslərimizdə əkobun tapılmasını öyrənmişdik, edəcək 24. Demək ki, məxrəcimiz olacaq 24. İndi ikinci halımız nədir? Bu əkobu hər bir kəsrin məxrəcinə bölüb surətinə vurmalıyıq. 24-ü birinci kəsrimiz nədir? 8-də 3 deyil, məxrəci də 8-dir. Demək böləcəyik 8-ə. Neçə edəcək? 3. Demək ki, bunun surətini neçəyə vuracağıq? Əlbəttə 3-ə. 24-ü ikincidə bölürük 12-yə. Çünki ikinci kəsrin məxrəci 12-dir. 12-yə böldükdə cavab 2 edir. Ona görə də ikinci kəsrin surətini 2-yə vuracağıq. Deməli, burada 3 vur 3 alındığı üçün götürürük bura. 3 vur 3 üstə gəlinsin. 2 vurulsun 1. Buradan da alınır 24-də. 3 vur 3 9 üstə gəlir 2. Cavabımız da edəcək 24-də 11. Adi kəsrlərin vurulması və bölünməsi. Adi kəsrləri bir-birinə vurduqda məxrəci məxrəcə elə surətli surətə vurub yazırıq. Ən sadə qaydasıdır kəsrlərin. Bir məsəl olaraq deyək. Bu kəsrləri vurduqda elə dediyimiz kimi surət surətə, yəni 3-ü 7-yə vurduq, neçə edir? 21. Məxrəcə məxrəcə vurulur. 5-i də 11-ə vurulur. O da neçə edir? 55. Demək cavabımız neçədir? 55-də 21. Bölmədə də elə onu da vurmaya gətirəcəyik. 2 adi kəsri bir-birə böldükdə birinci ədəd olduğu kimi qalır, ikinci kəsir çevrilib vurulur. Bir məsəl desək, olsun 10-da 7 bölünsün 9-da 14. Bərabərdir. Baxın, əvvəlcə görürsünüz bölmə işarəsi idi. Sonra çevriləcək vurmaya. Nə dedik? Birinci kəsrimiz budur, ikinci də budur. Birincimiz olduğu kimi qalır, yazırıq 10-da 7-ni. İkincini isə, baxın, vurmanı yazdıq. Tam tərsinə çeviririk. 9-da 14 idi, oldu 14-də 9. İndi ixtisarlarımız var, gəlin ixtisarlarımızı aparaq. 14 ilə 7, 7 ixtisar gedər. 7-ni 7-yə böldük 1, 14-ü 7-yə böldük 2. Neçə alındı cavabımız? 20-də 9. Və ya bunu bir ədəd və bir kəsr kimi də nümayiş etdirə bilərik. Məsələn, 3 bölünsün, elə 14-də 9. Bu bərabərdir 3. Bölmə nəyə çevrilir? Vurmaya. Bərabərdir. İkinci də tərsinə çevrilir. Olur 9-da 14. 9 ilə 3 ixtisar gedir. Burada 3 qalır. Cavabımız da 3 və 14 edir. Adi kəsirlərə baxdıq, keçirik onluq kəsirlərə. Onluq kəsirləri toplayarkən və ya çıxarkən alt-alta toplama və ya çıxırıqsa da alt-alta çıxma üsulundan istifadə olunur və bu iki şərt ödənməlidir. Hər kəsirin vergülləri eyni sırada olmalıdır və vergüldən sonraki ədədlərin sayı bərabər olmalıdır. Əgər bərabər deyilsə də 0 əlavə edəcəyik. Bir misal üzərində baxaq. Biz toplayaq 2,5 ilə 3,41. Bu zaman nə dedik? Biz alt-alta toplayırıq bunları. 2,5 üstə gəlsin 3,41. Əgər diqqət edinizsə, mən bunların vergüllərini alt-alta yazdım. Niyə? Çünki bu bizim birinci şərtimiz idi. Vergüllər alt-alta olmalıdır. İndi kəsr xəttimizi çəkdik. Demək o bir vergüllə bura düşəcək. Düzdür?
İkinci şərtimizi isə hələ ki ödəmir, gəlin ödəyək. Birincidə vergüldən sonra bir ədəd var, ikincidə isə 2 dənə. Demək birinciyə nə etməliyik? Bir dənə 0 artırmalıyıq. Artırdıq, oldu 50. İndi toplaya bilərik. 0 ilə 1-i topladıq 1, 5 ilə 4-ü topladıq 9, 3 ilə 2-ni topladıq 5. Demək cavabımız neymiş? 5,91. İndi alışandan sonra heç alt-alta toplamayacaqsınız, mən sizə deyim, yan-yana toplayacaqsınız. Gəlin elə buradaca baxaq ki, yan-yana necə rahat toplaya bilərik. Elə eyni ədədlərə baxmaq istəyirəm. 2,5 üstəgəlsin 3,41. Baxın, burada artıq görürsüz də vergülləri alt-alta düzmək olmadığı üçün eyni sıra düzmək bir qayda olmayacaq. Demək ki, sadəcə nəyə baxmalıyıq? Vergüldən sonraki ədədlərin sayına. Birincidə bir dənə ədəd var, ikincidə ki gördüyümüz kimi 2 dənə ədəd var. Bu zaman nə etməliyik? Birinciyə bir 0 artırdıq, bərabərdir. Tamları topladıq, 5 tam etdi. 50 ilə 41-i də kəsirdə topladıq, etdi 5,91. Dediyim kimi, alışandan sonra heç o birisinə baxmayacaqsınız, ancaq bunu ilə toplayacaqsınız. Keçsək vurulmasına. Onluq kəsirin vurulması lap sadədir. Əvvəlcə heç onluq kəsirdəki vergülləri saymırsınız. Ayıp ya. Hiç yakışıyor mu sana? Onları bir qırağa atırsınız. Sonra vurandan sonra hər birində vergüldən sonra nə qədər ədəd varsa, onları toplayıb sağdan sola doğru sayıb vergülü qoyursunuz. Çox sadə. İndi bir nümunə göstərim, özünüz başa düşəcəksiniz. Məsələn, 2,1-in vuraq 1,5-ə. Bərabərdir, necə olur? Əvvəl dediyim kimi vergülləri atın. Vergülləri ataq. Nə olur? 21 vurulsun 15. Bu bizə verir 315-i. Sonra nə dedim? Vergüldən sonraki ədədləri sayın. Birincidə vergüldən sonra bir ədəd var. İkincidə də vergüldən sonra bir ədəd var. 1 üstə gəl 1 neçə edər? 2 edər. Artıq lap əvvəlki riyaziyyata getmişəm. Deməli, sağdan sola doğru sayaq. Əvvəl vergül buradaydı, düzdür? Bir dəfə keçirtdik bu, bir dəfə keçirtdik bu. Gördünüz, 2 dənə sağdan sola doğru vergül keçirtdik. Cavabımız nə alındı? 3,15. Çox sadə. Bölünmədə necə olur? Burada 2 dənə yenə ardıcıllığı izləyirik. Birincisi, vergüldən sonraki rəqəmlərin sayı birləşdirilir 0 artırmaqla. Sonra da vergüllər atılıb ədədlər olduğu kimi bölünür. Məsələn, buna nümunə nə deyək? 0,5 bölünsün 0,25. Dediyimiz kimi hələ ki indi bölə bilmirik, çünki vergüldən sonraki ədədlərin sayı bərabər deyil. Birincidə bir dənə ədəd var, ikincidə isə 2 dənə. Demək birinciyə bərabərləşməsi üçün birini artırırıq, 0 artırırıq. Buna alışın 0 artırmağa, çünki onluq kəsirdə vergüldən sonra 0 atanda ədəd heç cürə dəyişmir. Bunu bilin. İndi nə edirik? Artıq vergüldən sonra eyni qədər ədədimiz var, vergülləri atıb elə bölək. 50 bölünsün 25, bu da verir bizə 2. Gördüyünüz kimi çox sadədir. Heç bir çətinlik də yoxdur bu dərslərdə. Dərsimiz bu qədər, sağ olun.